bilirsiniz, sülhdən gözəl heç bir şey yoxdur. Ən pis sülh belə, ən yaxşı müharibədən yaxşıdır. Hər hansı bir sənədin imzalanmasıdır. Ən gözəl odur ki, təbii ki, tərəflər özləri otursunlar, bunu imzalasınlar. Çünki bu regionun xalqlarıdır. Doğrudur, ermənilər sonradan gəlib yerləşiblər. Bundan sonra onun ratifikasiyasıdır. Baxın, dəfələrlə olub Ermənistanda hər hansı bir sənəd imzalanıb, amma ratifikasiya olmayıb, yəni təsdiqlənməyib. Ondan sonra qüvvəyə minməsidir. Bu proses bu qayda ilə getməlidir. Və hesab eləyirəm ki, məsələn, son ermənilərin də razılaşdığı adi bir şeydir. Minsk qrupu deyilən. Artıq hamı bilir ki, bunun fəaliyyətinə ehtiyac yoxdur. Ona nə mandat verilmişdirsə, o mandat artıq yoxdur. Belə bir şəraitdə bunu, belə deyək, 5 ilə iddia etmək bunun üstündə nə lazım idi? Deməli, Ermənistanda dövlət ağlı çatmır. Ona görə sülh sənədinin imzalanması, mən hesab eləyirəm, lazımdır, amma bunu topa tutanlar olacaq, baltalayanlar olacaq. Çünki elə ölkələr var, onların maraqları burada ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında sülh olmasın, gərginlik davam eləsin. Çünki başqa vasitələrlə bura onlar gəlib yerləşə bilmirlər. Necə yerləşirlər? Gərginlik olsun, özlərini belə deyək, hakim kimi aparsınlar, özlərinin rolunu göstərməyə çalışsınlar. Onlardan biri Fransa idi, amma hərçənd son vaxtlar onlar dedilər ki, biz alqışlayırıq belə bir razılaşmanın olmasına. Ümumiyyətlə, mən hesab eləyirəm ki, sülhün alternativi yoxdur, amma tarixin də təcrübəsi 1918-dən bəri, yəni ilk dəfə bunların dövləti qurulandan bəri göstərir ki, ümumiyyətlə bunlara güvənmək olmaz. Yəni, baxın, mən yenə bir misal çəkirəm, bu da tarixin təcrübəsi üçün vacibdir. Çar Rusiyasının Anadolu'da konsulu var idi. Onun Mayevski bir yazısı var. Bunu söyləmək çox vacibdir. Deyirdi ki, siz hər hansı bir türklə əgər bir iş görəcəksinizsə, heç bir sənəd imzalamağa ehtiyac yoxdur. O dilindən hansı sözü çıxaracaqsa, onu yerinə yetirəcək. Amma siz hər hansı bir erməni ilə bir iş görəcəksinizsə, elə deyirdi ki, əgər ticarət edəcəksinizsə, siz mütləq bir sənəd imzalasaz, notariusa getsəz, şahidlərin ifadəsi ilə onu təsdiqləsəz, sabah erməni qayıdıb deyəcək ki, bu sənədi mən imzalamamışam və mən öz imzamdan imtina edirəm. Bunu söyləyən Çar Rusiyasının konsulu idi. Ona görə hesab eləyirəm ki, Ermənistanda bir dövlət ağlı olmalıdır ki, bu sənədlər imzalansın, sülh dövrünə qədəm qoyulsun. Bizim digər, məsələn, Naxçıvanla əlaqəmiz yoxdur. Bu, dünyanın hansı vaxtıdır ki, Naxçıvanla əlaqə olmasın. Ümumiyyətlə, bir ölkə bir ərazisindən o biri tərəfinə gedə bilməsin. Hesab eləyirəm ki, bunun alternativi yoxdur və bütün variantlar Ermənistan üçün uduşsuzdur.